$2 üzərində olan şəkil Thomas Jeffersona aiddir. O, 1743-cü ildə Virginiyada varlı bir ailədə dünyaya gözlərini açdı. 1762-ci ildə William və Mary Kollecindən məzun oldu. Uşaqlıqdan çoxlu kitablar oxumuş və fərqli mövzulara maraq göstərmişdi. John Locke və Voltaire kimi fəlsəfəçilərdən təsirlənmiş və gənc yaşından siyasətə atılmışdı. 1776-cı ildə bağımsızlıq bəyannaməsini yazmış, hansının ki bir nüsxəsini Bill Gates $50 milyon almışdı. Jefferson Amerikanın ilk xarici işlər naziridir. O, həmçinin Virginia Universitetinin qurucusudur. Thomas Jefferson 1801-1809-cu illər arası Amerikanın 3-cü prezidenti olmuş. Hakimiyyətində olan vaxtlarda ən mühüm hadisələrdən biri fransızlardan Louisiana'nın alınmasıdır. O, 1826-cı ilin iyulun 4-ü bağımsızlıq bəyannaməsinin 50-ci ilində Monticello adlı evində dünyaya gözlərini yumdu.